Avqust müharibəsi ilə bağlı baş nazirin açıqlaması ətrafında siyasi müzakirələr davam edir. Müxalifətdə bildirirlər ki, səsləndirilən ittihamlar qəbul edilməzdir və İraqli Qobaxidze-ni Rusiyanın maraqlarına xidmət etməkdə günahlandırırlar. Hakim komanda isə radikal müxalifətin xarici qüvvələrin sifarişi ilə hərəkət etdiyini deyir. Baş naziri açıq məktubunda soruşur ki, niyə 2008-ci il müharibəsindən sonra Rusofobiya gündəmdə deyildi, amma bu mövzu yalnız Rusiyanın Ukraynaya hücumundan sonra ön plana çıxdı. O bildirir ki, keçmiş hakimiyyət Rusiyaya qarşı sərt siyasət aparmayıb və qeyri-hökumət təşkilatları ilə bağlı da oxşar iradlar səsləndirilib. Baş nazir İraqli Qobaxidze'nin rəhbərliyi ilə hökumətin iclası keçirilib. O bildirib ki, Naurunun qondarma Abxaziya və Cənubi Osetiya ilə diplomatik əlaqələri dayandırması beynəlxalq hüquqa hörmətin göstəricisidir və bu münasibətlə Xarici İşlər Nazirliyinə təşəkkür edib. Baş nazir həmçinin bildirib ki, Anaqliya Dərin Dəniz Limanının birinci mərhələsinin 2029-cu ildə başa çatdırılması planlaşdırılır. Baş nazir ölkədə iqtisadi artımın davam etdiyini bildirir. Onun sözlərinə görə iyunda iqtisadi artım 8,6%, ilin ilk 6 ayında isə orta hesabla 7,9% olub. Artıma əsas tövəni emal sənayesi, nəqliyyat, tikinti, informasiya texnologiyaları, maliyyə və sığorta sahələri verib. O əlavə edib ki, ölkənin valyuta ehtiyatları 7,1 milyard dollara çataraq tarixi maksimuma yüksəlib. Səhiyyə naziri Mixail Sarjueladze bildirib ki, düşən əzələ distrofiyası olan xəstələr üçün Givinostat dərmanı yaxın vaxtlarda əlçatan olacaq. Onun sözlərinə görə bu qərarın qəbulu dərmanın təhlükəsizliyi ilə bağlı məsələlərə görə asan olmayıb. Nazir əlavə edib ki, ikinci dərmanın alınması üçün də danışıqlar davam edir. Təhsil naziri Givi Mikanadze bildirib ki, ibtidai sinif şagirdləri üçün məktəb forması bütün dövlət məktəblərində məcburi olacaq. Valideyn uşağa forma geyindirməzsə, məktəbin daxili qaydalarına uyğun tərbiyəvi və digər tədbirlər görüləcək. Gürcistan prezidenti Mixail Qavelaşvili Meksikaya yeni təyin olunmuş səfir Natalya Kordzaya ilə görüşüb. Görüşdə iki ölkə arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığın inkişafı perspektivləri müzakirə olunub. Prezident səfirə fəaliyyətində uğurlar arzulayıb. Natalya Kordzayanın uzun illik diplomatik təcrübəsi var. Tbilisi meri Qaxaq Aladze bildirib ki, Rustaveli prospektinin təmiri plan üzrə noyabrın sonunda başa çatacaq. O işlərin uzanacağı barədə yayılan məlumatları dezinformasiya adlandırıb. Təmir müddətində prospektdə parklanma ödənişsiz olacaq. Yeraltı keçidlərindəki kommersiya obyektlərinin icarəçiləri isə icarə haqqından azad ediləcəklər. Şəhər məhkəməsində məhkum siyasətçi Aliko Elisashvilinin növbəti məhkəmə iclası keçirilib. Ona məhkəməyə hörmətsizlik ittihamı irəli sürülüb. Elisashvili bildirib ki, yeni işin əsasında ifadə verən polis əməkdaşı səlahiyyətlərini aşıb. Vəkillərin sözlərinə görə ittiham polis əməkdaşına ləyaqətsiz deməsinə görə irəli sürülüb. Təqsiri sübuta yetirilərsə, onu cərimə, ictimai iş və ya 1 ilədək həbs cəzası gözləyir. Marneuli və Kareli uşaq bağçalarına mal əti əvəzinə at əti çatdırılması işi üzrə saxlanılan şəxslərə ittiham irəli sürülüb. İstintaqa görə tenderi udmuş iki şirkətin rəhbərləri 2026-cı ilin mayından bağçalara saxtakarlıq yolu ilə at əti verərək dövlət büdcəsinə ziyan vurublar. Təqsirləndirilən şəxslər ittihamı qəbul etmirlər. Cinayət sübuta yetirilərsə, onları 6 ildən 9 ilədək həbs cəzası gözləyir. Bolnisidə beynəlxalq standartlara uyğun tullantıların ötürmə məntəqəsi istifadəyə verilib. Obyekt Bolnisi və Dmanisi bələdiyyələrinə xidmət göstərəcək yeni iş yerləri yaradacaq. Köhnə tullantı poligonunun bağlanması prosesi də davam edir və onun əsas hissəsi ilin sonuna qədər bağlanacaq. Ətraf mühitin mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi meşə mühafizəçisi vəzifəsi üzrə 401 vakant yer elan edib. Bu meşələrin qorunmasını gücləndirməyi hədəfləyən meşə islahatı çərçivəsində həyata keçirilir. Ümumilikdə agentliyə 499 yeni əməkdaş cəlb olunacaq.
Gənc təbiətşünasların 16-cı beynəlxalq turniri başa çatıb. Yarışda 11 ölkədən 17 yaşadək 100-ə yaxın şagird iştirak edib. Turnir iştirakçılarının elmi problemləri həll etmək, tədqiqat nəticələrini təqdim etmək və elmi müzakirələrdə müdafiə etmək bacarıqlarını inkişaf etdirməyə xidmət edir.